Giriş çox oldu. Birbaşa mısırlanıb keçirəm Mustafa'ya, mətləbə. Canıbəyov kimdir? Canıbəyov ispitatelь lетчикdir, kosmonavtdır və o kosmosda olanda yükləri boşaldanda yüklərdən bir vint açıb, MKS-də olanda göydə bir vint açıb, vinti bıraxıb görüb ki, vint 20 santimetr havada getdikdən sonra əlbəttə ki, bu kosmosda çəksizlikdədir. Fırlana getdikdən sonra vint bir dəfə akrobat açdı. Və müəyyən getdikdən sonra, müəyyən an getdikdən sonra yenə bir də akrobat açdı. Yəni bunun səmada vəziyyəti ilkin vəziyyətindən artıq 3 dəfə fərqləndi. Yəni əvvəl belə fırlanırdı, bir dəfə tərsinə fırlandı, akrobat açdı, sonra yenə bir dəfə də fırlandı, tamam, başqa ox ətrafında fırlanmağa başladı. Burada mümkün qədər çəkmişəm, yəni ilkin halında C nöqtəsi aşağıda idi, D nöqtəsi yuxarıda, bir dəfə akrobat açdı, artıq C nöqtəsi yuxarı gəldi, D nöqtəsi aşağıya gəldi və bu kosmonavtlar alim kimi adamlardır. Bu götürüb sonra plastilindən bir kürə düzəldib, vinti yenə bağlayıb ona, burada da yenə əmma var ki, plastilin və metal vint. Niyə ona metal vint bağladı? Çünki ola bilsin ki, bu gözə görünməyən, bilinməyən qüvvə metal tərkibli nəyəsə, maqnit repolya və yaxud da gravitasiyaya aid olan bir şeydir. Çünki bildiyimiz kimi yerin də nüvəsi nikel, alüminium, dəmir qarışıqlı bir splavdan ibarətdir. Plastilinin içinə həmən o vinti qoyur. Görür ki, kürə şəklində olan həmən cisim, plastilindən düzəltdiyi cisim, yenə o hərəkəti elədi. Müəyyən qədər fırlandıqdan sonra daha geniş ətraflı vermək üçün 3-cü hissəyə də çəkəcəm. Bilirsiniz ki, mən dindar deyiləm. Mən sadəcə mozaikanın bütün parçaların yerinə qoya bilən insanam. Bu dəqiqə 3-cü hissəyə də inşallah çəkəcəm daha aydınlığı ilə.